Hər bir insan əgər istəsə xəlvətdə və qeyri-xəlvətdə çətin vaxtlar yaxud asan vaxtlar imanın saxlaya bilsin, bu insanın imanı lazımdır güclənsin ta dərəcəyə yəqinə çatsın. Əgər bir insanın imanı yəqin dərəcəsinə çatmasa, o iman bu insanı çox çətindir ki, aparıb məqsədə çıxarda bilər. Necə uzaq səfərə çıxan insan istəyir ki, maşını ilə getsin, çalışır ki, maşının motoru sağlam olsun və əgər bu motorun eybi olsa, nəqsi olsa, nüqsançılığı olsa, ola bilsin ki, bəzi yerlərdə çəkə bilməyən. Ona görə də onu qabaqcan yoxlatdırırlar. Buyurur, əgər insan istəsə, iman yəhdihim Rabbuhum bi imanihim, imanlarının vasitəsilə bunlar gedib cənnətə çata bilələr, o imanın dərəcəsi yəqin dərəcəsinə çatmalıdır. Bu barələrdə lazımlı qədər söhbət olub. İndi gəlib çatmışıq bura ki, hansı amillər insanın yəqinin gücləndirər, onları da oxumuşuq. Hansı amillər insanın yəqinin zəif eləyər, onlardan da 3 dənə oxumuşuq. Bugün inşallah 4-cüsüdür. Sabahdan da bu mübahisəni davam etdirərik inşallah. Buyurur, imanı, yəqini zəif eləyən amillərdən ki, günbəgün insanın yəqinin xarab eləyər, zəif eləyər, biri budur ki, 4-cüsü, budur ki, insan dünyaya və dünyada olan mal və dünyada olan hər bir şey ki, dünyaya bağlıdır, insan onlara məhəbbət bağlayar. Əgər insan ürəyin bağlasa dünyaya, əgər insan öz ürəyin bağlasa dünyanın bəzəhlərinə, bu insanın qəlbində yəqin qalmaz, günbəgün xarab olar. Hədisi budur. Həzrət buyurur, Əli əleyhissalam, buyurur, hubbul mal yuhenuddin və yufsidul yəqin. Əgər insan dünyanın malını sevir və çox istəyir, bu məhəbbət yuhenuddin, insanın dinin yavaş-yavaş xarablayar. Və yufsidul yəqin və insanın yəqinin fasid eləyər, zəiflədər. Ondan sonra buyurur, İza əhəbbəllahu subhanahu əbdən, əgər insanı Allah sevir, ya belə deyər, hər bir insanı ki Allah çox istəyir, bəğəzə iləyhi əl-mal, onu bücür eləyər ki, dünya malının məhəbbəti onun ürəyindən çıxar. Baxanda şad olmaz. Ürək bağlamayıb ona, istifadə edir. Amma ürək bağlamayıb ona, ürəyi doludur onun məhəbbəti ilə. İza əradəllahu bi əbdihi şərrən, əgər pərverdigar aləm bir bəndəni istəsə, yoldan çıxarda həbbəbə iləyhi əl-mal, dünya malın gətirər, onun ürəyində məhbub eləyər, məhəbbətli eləyər.
İnsan məhəbbətin bağlayar dünya malına. Bu hədislər bizə bu mətləbi buyurur. Dünya malı lazımdır burada bir qədər izah olsun. Mən bəzi hədislərlə izah edirəm ki, çox da mübahisəmizdən uzaq düşməyək. Çün bu bir şeydir ki, əgər insan, biri var insanı məhəbbət baxımından araşdıraq, məhəbbət insanda var və əgər məhəbbəti böləsən, o insanın məhəbbəti insanın imanına kifayət eləməyəcək. Bu bir mübahisədir. İnşallah müstəqil bir mübahisə, eşqin, məhəbbətin barəsində ariflər, alimlər bəhs eləyiblər. Bir zaman vaxt olsa o barədə biz də qismət olar bəhs eləyərik. Amma bu hədislər bizə başqa cür buyurur. Buyurur, əl-malu yərfə'u sahibəhu fid-dunya. Mal bir şeydir ki, insanı dünyada əziz elər. Hər kimin pulu var, hər kimin sərvəti var, hər kimin dünyası var və çox pulu var, çox malı var. O mal öz sahibin, öz malikin əziz eləyər. Və yəzə'hu fil-axirə. Amma əksinə, ahirətdə də dünya kimindir. Çünki ahirətdə meyarlar, əsaslar dəyişilir. Buyurur, ahirətdə həmin insan ki, dünya malına görə əziz olmuşdu, həmin insan ahirətdə zəlil olacaq. Çünki o malların hesab kitabına görə götürəsən. Hardan gətirmişdin, harda xərclədin və o pullar sənin əlində olanda nə oyunlar çıxadırdın, nə oyunlar açırdın. Həzrət buyurur İslam Peyğəmbəri, İnnəd dinarə və dirhəm. Dirhəm o dinar kinayədir. Kinayədir elə dünyadan, dünyanın malından. Məsələn, necə indi dollar deyirlər, onda da pul dirhəm o dinardır. Həzrət buyurur, dinar və dirhəm, əhləka mən kanə qəbləkum. Sizdən qabaqçıları həlakətə salıb. Və huma muhlikakum. Sizi də həlakətə salacaq. Bunu bilin siz. Təcrübə eləyənlər var, təcrübələrindən istifadə eləyin. Keçmişdə tarixə baxın, tarixi oxuyun. O adamları ki, bu işi ilə məşğul oldular və bu işin arxasına düşdülər və imandan əl götürdülər, ürək bağladılar dirhəmə, dinara, onların axırın görün nə oldu. Rivayətdə var, buyurur ki, İbn Abbas deyir bunu. İbn Abbas da bilirsiniz də Quranın birinci müfəssirlərindəndir və hər nə mənə danışır, o Peyğəmbərdən eşidib danışırdı. Peyğəmbərin söhbətlərini nəql edirdi. Çünki İbn Abbas həmişə Peyğəmbərlə bir yerdə olan sahabələrdən biriydi. İbn Abbas deyir, tarixdə birinci dəfə ki dirhəmi düzəltdilər, birinci dəfə ki dinarı düzəltdilər yer üzündə, birinci dəfə, ilk dəfə olaraq, deyir şeytan, Peyğəmbərdən eşidib də yəqin ki, deyir şeytan gəldi, əvvəl baxdı dirhəmə, dinara. İkinci deyir, onu bir müayinə elədi. Götürdü, qoydu, bir yana baxdı, o yana baxdı. Üçüncü deyir, götürdü, qoydu gözlərinin üstünə. Ondan sonra deyir, onu bastı sinəsinə. Ondan sonra şad oldu. Şad olandan sonra bir söz dedi. İndi bu söz şeytanın söhbətidir, oxuyuruq hələ. Şeytan onları, o işləri görəndən sonra baxdı, dedi ki, əntuma, əntuma yəni siz iki dənə, dirhəm və dinar. Əntuma qurrətu ayni, mənim gözümün işığısınız. Və səmərətü fuadi, ürəyimin meyvəsisiz. Ma ubali min bəni Adəm, İza əhəbbukuma. Day mən nigaran deyirəm,
Adəmin balalarından zamani ki sizi sevdi. Elə ki Adəmin balası, Adəmin balaları dirhəmi, dinarı sevdilər və siz dirhəmin və dinarın məhəbbətin doldurdular ürəklərinə. Day mən nigaran deyirəm, Allah ya'budu və sənə. Qabaq qorxurdum. Deyirdim, bütdən əl götürməsinlər. Siz çıxandan day narahat deyirəm. İndi büti pərəstiş elirlər, eləsinlər, eləmirlər, eləməsinlər. Siz kifayət eləyərsiniz. Məni məqsədə çatdıra bilərsiniz. Çünki şeytan həmişə çalışıb ki, insanları bütə tərəf çəksin. Hər bir peyğəmbər gəlib insanları dəvət eləsin ki, insanlar Allaha pərəstiş eləsin, şeytan gəlib orada mübarizə aparır. Və şeytan and içib ki, insanları qoymaya Allaha pərəstiş eləyə. Hər insan Allaha pərəstiş eləyəndə şeytan onu vəsvəsə eləyir. Deyir ki, amma dirhəminən dinar çıxandan sonra day o narahatçılıq məndə yoxdur ki, birdən bütpərəst olmazlar. Bütəpərəstiş eləməzlər. Eləməsələr də eləməyiblər. Dirhəminən dinar elə insana bəs eləyər ki, o bütəpərəstiş eləsin ya dinara pərəstiş eləsin. Həsbi min bəni Adəm ən yuhibbukuma. Əgər Adəmin balaları sizi sevərlərsə, onda o mənə bəs eləyər. Day lazım deyir bunlar bütpərəst olsunlar ya qeyri-bütpərəst olsunlar. Bax, dünyada belə bir söz, dünyanın malı, dirhəmi, dinarı. Quranın özündə də bu məsələ çox aydın surətdə deyilir. Hüməzə surəsində biz belə oxuyuruq, surənin əvvəlindən. Bismillahirrahmanirrahim. Veylun likulli huməzətin luməzə. Vay olsun kimə? Huməzə ilə lüməziyə. Kimdir bunlar? Bəziləri deyirlər ki, bu Vəlid ibn Müğeyrənin barəsində nazil olub. Bəziləri deyir, Əxnəs ibn Şüreyqin barəsində. Bəziləri deyir, As ibn Vailin barəsində. Amma heç fərqi yoxdur. Hər kimin barəsində nazil olur, olsun. O mühümdür. Mühüm budur ki, Quran deyir, vay olsun hüməziyə, vay olsun lüməziyə. Hüməzə o insandır ki, insanın hüzurində insanı təhqir eləyər. Lüməzə o insandır ki, insan olmayan yerdə insanı təhqir eləyər. İnsanın dalıcan danışar, onun eybilərini deyər, onu istehza eləyər, onu məsxərə eləyər və onu təhqir eləyər. Və çün bunlar Peyğəmbərin barəsində həmişə Peyğəmbəri təhqir edirdilər, həm Peyğəmbərin hüzurində bəzən və həm də Peyğəmbərin qiyabında olmayanda Peyğəmbər təhqir edirdilər, bu ayə orada nazil olub. İbn Abbas deyir ki, Hüməzə ilə Lüməzənin təfsirində deyir, hum əl-məşşaunə bin-nəmimə. Hüməzə, Lüməzə o adamlardılar ki, iki adamı savaşdırmağa görə çalışırlar, addım atırlar. Hər bir insan ki, iki insanı, iki qəbiləni, iki ölkəni, iki xalqı istəyir bir-biri ilə savaşdırsın, ona Hüməzə ilə Lüməzə deyərlər. Əl-müfərriqunə beynəl-əhibbə. Dostları bir-biri ilə savaşdıran insana Hüməzə ilə Lüməzə deyərlər. Ən-na'itun lin-nasi bil-eyb. Bir də o insanlar ki, insanları danışanda eybi ilə danışar. Yəni insanların eybin danışar. İnsanları belə vəsf eləyər. Bu Hüməzə Lüməzənin mənası ta gəlir çatır bura. Deyir, bu hardan yaranır? Bu sifət insanlara hardan gəlir? Bunun mənbəyi haradır? Buyurur ki, əlləzi. O Hüməzə Lüməzəni Quran özü deyir, mənbəyin. Buyurur, əlləzi cəmə'ə malən və əddədə. Malı cəm eləyir, topluyur və oturur onu saymağa, onu saymağından ləzzət aparır.
dirhəminlə dinar ona büt kimin bir şeydir. Və bütün həm öz şəxsiyyətin və həm başqalarının şəxsiyyətin dirhəminlə dinarda xilas eləyir. Elə bilir ki, insanın şəxsiyyəti elə budur ki, insanda pul olsun. Əgər insanda dirhəm oldu, əgər dinar oldu, əgər manat oldu, əgər dollar oldu, da insana bəs eləyər, başqa şey lazımdır. Deyib, bunlar bu cür fikirləşirlər. Və bu insanlarda bu malı toplamaqda heç bir hədd və hududa qail deyirlər. Yəni bunlar baxmırlar ki, bunun həddi var, haram var, halal var. Bax, bunlara baxmırlar. Çünki bəzi yerdə halaldır, bəzi yerdə haramdır. Bəzi yerdə olar, bəzi yerdə olmaz. Bu mal ki var, Quranda biz oxuyuruq Cümə surəsində ki, bu gün də oxumuşuq, eşidibsiz. Vəbtəğu min fəzlillah. Min fəzlillah nədir? Dünya malı. Deyir, Allahın fəzli diyor. Namazı qıldınız, Quran buyurur. Namazı qılandan sonra durun, gedin. Mal əldə edin. Alver edin. Qazanın, Allahın fəzlin əldə edin. Dünya malına deyir, Allahın fəzli. Dünya malının adı Allahın fəzlidir. Bir yerdə elədir. Bir yerdə də belədir. Buyurur, Kətəbə əleykum izə həbərə əhədəkumul mavud in tərəkə xeyrən əl-vəsiyyyə. Dünya malının adına deyir, xeyr. Xeyridir bu. Şərridir. Amma o birisində o cür deyir. Bunun mənası budur ki, əgər dünya malında həddi var, əgər insan dünya malını əldə edəndə Allahın həddin gözləyir, Allahın qanunların gözləyir və Allahın qanunların ayaq altına salmır, onda o Allahın fəzlidir. Onda o xeyridir, bərəkətdir. Amma əgər dünya malını əldə edəndə haramla əldə edir, günahla əldə edir, heç bir harami, heç bir halali riayət eləmir, buyurur onda bu insanda bu dünyanın malı şeytan deyəndi ki, şeytan öpürdü, qoyurdu gözünə. Həddi də budur. Yəhsəbu Quranın ayəsinin o birisi ayədir, həmin surədir. Yəhsəbu ənnə maləhu əxlədə. Elə bilir ki, mal bunu saxlayacaq. Yox, mal səni saxlamır. Səni Allah saxlayır. Allah istəsə səni yox eləyəcək, ay insan. İstəsə saxlayacaq, ay insan. Bu mal nə səni saxlayar? Bunlar belə təsəvvür edirlər ki, bizi ölümdən də saxlayan maldır, bizi xəstəliklərdən saxlayan maldır, bizi hadisələrdən saxlayan maldır, puldur. Bunlar belə təsəvvür edirlər. Amma Quran məsəl çəkir. Deyir, yox, bu cürdür. Sizdən çox böyükləri. Məsələn kim? Quranda Qəsəs surəsində 81, 82, 83-cü ayələrdə Qarunun barəsində bizə danışır. Deyir, Qarun çox böyük adamıdır. Həm alim idi, üzdən İraq, elm oxumuşdu və həm də pullu idi. 70.000 nəfər onun işçisi var idi. Bəzi yerdə biraz ondan az yazıblar, bəzi yerdə biraz çox yazıblar. Olsun 7.000. Olsun 7.000. İşçilər, onlar yol gedirdilər, onlar qruppa, nizam-intizam düzəldirdilər, bu da dayanırdı, onlara tamaşa eləyirdi. Quranın ayəsi belədir. فَخَرَجَ عَلَى قَوْمِهِ فِي زِينَتِهِ. Qarun özündə bəziyib, qoşunda bəzənib, çıxır onlara baxır. قَالَ الَّذِينَ يُرِيدُونَ الْحَيَاةَ الدُّنْيَا. O adamların ki, dünyanın həyatını sevirdilər,
onlar deyirdilər ki, ya leytə lənə mislə ma utiyə Qarun. Kaş biz də Qarun kimin olaydıq və kaş bizə də Qarun kimin mal veriləydi. İnnəhu ləzu həzzin azim. Onun dünyadan bəhrəsi, istifadəsi çoxdur. Amma və qaləl-ləzinə utul elm. O adamlar ki, onlara elm verilmişdi. Qaruna mal verilir. Alimdir də, amma onun elmindən Quran ad gətirmir. Çünki o elmi Quran qəbul eləmir. Quran o elmi deyir ki, onun yanında iman ola. Əgər bir alim elminə əməl eləyir, o Quranda alim sayılır. Amma əgər dünyanın hamısın bilə, elminə əməl eləməsə, ona alim demir Quran. Heç alim sözü də gətirmir onun barəsində. Sən kompüter kimi. Sən kompüter hər nəyi bilir də. 1000 cilt kitabı ver, 100.000 cilt kitabı ver, 1 milyon cilt kitabı ver kompüterə. Basırsan, hansı cildi istəyirsən gətirir. Hansı sualı verirsən cavab gəlir. Hə? Amma alim deyir o. Heç kəs deməz alim gəldi, alim kompüterə. Çünki alim deyir o. O elmin məxzənidir. O alim deyir. Alim odur ki, həm elmin məxzəni ola, həm də elminə əməl edir. Həmun ki, qabaqda demişəm, Mirzə-i Qummi Fətəli Şaha dedi. Mirzə-i Qummi Fətəli Şaha deyəndə, danışanda o bu sözü dedi. Dedi ki, bax, getdi hamama. Düşdülər hamamda qədim xəzinələr var idilər, sular var idi, düşürdülər suyun içinə. Mirzə-i Qummi gəldi, girsin hamama, dedilər ki, şah büyünləri buranı qoruq eləyib. Heç kimi qoymazlar. Xəbər verdilər şaha, Mirzə gəlir, dedi, onunla işiniz olmasın, qoy o gəlsin. O əsrin müştəhididir. Özü də sevirdi, Fətəli Şah ona biraz məhəbbəti var idi. Gəldi, getdi, gördü, şah düşüb suyun içindədir, bu da düşdü. Bir sual verdi. Şaha dedi ki, hani tacın hanı bə? Dedi, tacım da bura, suyun içine tacı gətirməzlər ki, tacı da qalıb orada. Dedi ki, paltarların zadın çiynüyə düzürsən xey, onlar hanı bə? Dedi, onları da elə qoydum, qaldı orada. Dedi, yaxşı, bəs qoşunlar? Dedi, qoşunda qalıb orada, öz yerində də orduda, qoşunu hamama gətirməzlər ki. Hər nə soruşdu, pullar, xəzinələr, dəfinələr, haçarlar, qıfıllar, hamısını dedi, onlar yerində. Dedi, bəs nə gətiribsən özüylə? Dedi, hissat özümü. Dedi, amma mən yox. Mənim nəyim var özümlə gətirmişəm. Mənim sinəm doludur elminlə, əlam buradadır. İmanım da var, o da mənnəndir. Ondan sonra Fətəli Şaha dedi, dedi, qəbrə də belə gedəcəyik. Dedi, qəbrə də bu cür gedəcəyik biz. Belə aparacaqlar. Mən nəyim var, özümlə aparacağım, sən nəyim var, burada qoyacaqsan. Ora aparmaq üçün indidən hazırlıq gör. Hazırlıq gör ki, əməllərinlə, özünlə aparasan orada. Odur ki, bəqaləl-ləzinə utul elm. O insanları ki, alim idilər, təqvalı insanlar idilər, onlar cəmaata dedilər, veyləkum. Vay olsun sizə. O nə sözdür danışırsınız? Səvabullah xeyrun limən amənə və əmilə salihan. Allahın səvabı yaxşıdır. Allahın səvabı o adamlara ki, iman gətiriblər, o adamları ki, əməl eləyirlər, o adamlara Allahın səvabı, Allahın əcri, Allahın cənnəti Qarunun cənnətindən, Qarunun malından, Qarunun sirvətindən, hamısından üstündür. Niyə narahatsız? Qarun deyir, çıxır, gəlir. Quran özü deyir, o qədər ona mal vermişdik ki, onun malının, haçarların bir qrupba insanlar həml edirdilər. Fəqət haçarları. Bir iddə insanlar onun malının haçarlarını həml edirdilər, aparırdılar, gətirirdilər. Belə bir halıdır. Amma necə oldu? Bir dəqiqənin, saatın yox, dəqiqənin içində yox oldular.
Hazreti Musa Firondan qurtarıb, Samiridən də qurtarıb, indi Qarunla başlanıb. Qarun da öz qohumu idi. Qarun Hazreti Musa'nın bilmirəm xalası oğludur ya əmisi oğludur. İkisindən biridir. Mən bilmirəm deyəndə ki, kitaba da baxmayacam. Kitabda da yazırlar. O kitabı yazanlar da deyirlər, bilmirəm. Əmisi oğludur. Bilmirəm xalası oğludur. Amma heç fərqi yoxdur indi. Əmisi oğlu olsun, ya xalası oğlu olsun, ya heç birisi olmasın. Qarun bir insandır o əzəmətdə. Yaxşı. Hazreti Musa'ya əmr oldu ki, get Qaruna tərəf. Necə əmr olmuşdu, get Firona tərəf. İzhab ila Fir'aun innehu tağa. İndi də əmr gəlib ki, get Qaruna. İlahi Qarunla nə eləyək? Deyir, get zəkatı al. Belə mal vermir, zəkatını al o malları. İndi Musa gəlib ki, Qarun, hökmü gəlib mənə. Nə hökmü gəlib sənə? Dedi, hökmü gəlib mənə ki, sənin malın, zəkatın alan. Zəkat başa saldı. O nə deməkdir? Dedi, yaxşı fikirləşim. Fikirləşdi, gördü, yox, qutaran şeydir. Özdə hələ onda 1000-dən 1 idi. 1000-dən 1-in istəmişdi. Sonra fikirləşdi ki, deyəsən Musa indi də Firondan qutardı, Samiridən qutardı, məndən yapışıb. Bu işin axırı deyəsən təhlükəyə çəkəcək. Yığdı cəmaatı, onlara bir çıxış elədi. Dedi, bax cəmaat, Musa dedi, namaz qılın qıldıq, oruç tutun tutduq, filan iş haramdı haramdı, filan iş halaldı halaldı, indi də istəyir sizin pulunuzu əlinizdən ala. Tərik eləyir da, onları qıcıqlandırır. Dedilər, yaxşı, neyniyək? Dedim, mən fikirləşmişəm onlara. Gedin bir dənə, xanım tapın, gətirin, mən onunla danışım, mən onu başa salım, Musa'ya şər atsın. Desin ki, Musa bir vaxt məndən zina eləyib. Getdilər, bir nəfər tapdılar, gətirdilər, nə verdilər, nə aldılar, o razılaşdılar ki, o xanım bir gün gələ belə deyə. Nə vaxt deyəcək, nə günü deyiblər, özümüz sənə deyəcəyik. Bir gündə Musanı dəvət elədi Qarun, cəmaatın hamısını toplayıblar, dedi ki, ya Musa, gəlcinən bizə moizə elə. O xanıma da deyib, gəl otur burada, mən nə vaxt desəm, sən duracaqsan ayağa. Musa da başlayıb moizə eləyir. Allahın vaciblərini sayır, Allahın haramlarını sayır, birdən saydı ki, hər kəs zina eləsə, Allahın əmri ilə ona bu hökm vacibdir ki, onu məsələn öldürəsən, ya məsələn, bu cəza onun barəsindədir. 100 dənə məsələn, 80 dənə, yala hökmülər. Sonra deyir, bunu deyəndə yerdən bir nəfər durdu ayağa, dedi ki, ya Musa, hətta sən də əgər bu işi görsün, cəzası budur. Musa dedi, bəli, hətta mən də əgər bu işi görsəm, cəzası budur. Ondan sonra dedilər, bəs sən bu işi görübsən. Dedi, yox, əstəğfirullah, belə bir şey yoxdur. Xanıma işarə elədilər, xanım gəldi, dayandı Musanın kənarında. Musa baxdı, dedi, xanım, nə var düzündür. Bunu deyəndə onun ürəyinə bir qorxu düşdü. Allah istəyir axı. Ondan xanım dedi ki, düzü budur ki, bunlar mənə pul veriblər. Bu günləri belə bir mərasimdə mən duram, sənə bu sözü deyəm ki, mənə bu nəzərin olur. Və bu şərri mən sənə atam. Musa düşdü, səcdə elədi. Şükür elədi Allaha, dedi, ilahi, şükür olsun ki, sən mənim abrımı saxladın. Bunlar yığışmışdılar ki, mənim abrımı da aparsınlar. Amma sən bu işi eləmədin, qoymadın olsun, başa çatsın. Ondan sonra əmir gəldi ki, ya Musa, Qarunun ixtiyarını verdim sənə. Nə eləyirsən elə. Həzrəti Musa da yerə xitab elədi, dedi, bunları çək. Fironu su çəkmişdi, dənizin suyu. Qarunu da yer çəkdi.
Quran buyurur: "Fəxəsəfna bihi və bidarihi əl-ərz." Həm Qarunun özün və həm Qarunun mallarının hamısı Allahın əmri ilə çəkildi getdi. Bax buyurur, beləncidir. Belə deyir ki, yəhsəbu ennəmə ləhu əxlədə, mal insanı saxlayar. Həm mal gedər, həm insan gedər, qədimkilər deyib, ipdə gedər, örkəndə gedər. Heç birisi insana qalmaz. Odur ki, buyurur, bax, qiyamətin günündə insanların ən böyük peşmançılığı, ən böyük həsrəti bu olacaqdır ki, bunların malı bunlara fayda vermədi. Və qaləl-ləzinə, Bəqərə surəsidir. Və qaləl-ləzinə təbə'u ləv ənnə lənə kərrətun. O adamları ki, dünyada zalimləri tabelik elədilər, fasıqləri tabelik elədilər, onlar qiyamətin günündə deyəcəklər, kaş Allah bizi qaytarsın. Fənətəbərrəə minhum. Biz onlardan özümüzü uzaqlaşdıraq. Kəma təbərrəu minna. Necə ki, onlar bu günləri bizdən uzaqlaşıblar. Və kəzalikə yurihimullah a'maləhum həsəratin əleyhim. Allah bax, insanın əməllərin bu cür qiyamətin günündə gətirib insana göstərəcək və insan həsrət çəkəcək öz əməllərinə. İmam Sadiq əleyhissalam buyurur, o insanlar ki, həsrət çəkəcək, onlar nə üçün həsrət çəkirlər? Onların həsrəti buna görədir. Pulu qazanıb, özü çıxıb gedib, düşüb başqasının əlinə. Başqası iki haldan xaric deyir. Ya Allah yolunda sərf eləyib, ya şeytan yolunda sərf eləyib. Əgər şeytan yolunda sərf eləyib, yenə o malı qoyub gedən peşman olacaq ki, mənim malımla o getdi, batili gücləndirdi. Əgər Allah yolunda sərf eləsə, yenə o peşman olacaq ki, mənim malımla o getdi, özünə cənnət qazandı. Mən cəhənnəm qazandım, o cənnət qazandı. Fəbərisəthu rəculun fəənfəqəhu fī təaətillah subhanəhu fəddəxələ bihi əl-cənnə. İnsan buna görə deyir, qiyamətdə həsrət çəkəcək. Əllərin dişləyəcək ki, bu malı qoydu getdi, amma o getdi o malı xəşlədi Allah yolunda. O gedir cənnətə, amma bu malı qoyub gedən özü gedir cəhənnəmə. Ona görə də Əli əleyhissalam buyurur ki, özünüzə vəsi olun. Nə diyor? Vəsi bilirsiniz ki, vəsi odur. Bir insan öləndə vəsiyyət edir. Deyir filan kəs, məndən sonra məsəl üçün bu işi görün, bu işi görün. O adama ki, vəsiyyət eləyirsən, deyirsən, məndən sonra bu işi gör, onun adına vəsi deyərlər. Vəsi, yəni səndən sonra sənin dedikləri eləyən. Həzrəti Əli əleyhissalam buyurur, sən ki, ona buna deyəcəksən, məndən sonra belələr, özün öz həyatında elədi onları. Buyurur, yəbnə Adəm, kun vəsiyyə nəfsik, özün özüvə vəsi ol. Fī malikə, öz malın barəsində. Sən ki deyəcəksən, məndən sonra belələyim, bunu elə özün elə də, bəlkə səndən sonra eləmədi o. Kun vəsiyyə nəfsik, özünüzə vəsi olun. Ona görə də buyurur, bax, insanlar əgər Allahın həddin riayət eləməsələr, o insanlar qazandığı mallar onlara haramdır. Amma əgər malı Allahın qanunu ilə, halalıyla, haramıyla onları bir-birindən ayırıb, halalı qazanıb, onda o mal insana Allahın fəzlidir, həm dünyasına, həm ahirətinə xeyri var. اللهم إنا نسألك وندعوك باسمك العظيم الأعظم الأعز الأجل الأكرم وبالحسين يا الله يا الله يا